Qızılın qiyməti pik həddə çatıb. Əmtəə bazarındakı artım Azərbaycana da təsirsiz ötüşməyib. Əlvan metalın dəyərinin qalxmasının əsas səbəbi nədir? Süjetimizdən biləcəyik. $25.000-40.000 manat. Gözəlliyi ilə zövqümüzə oxşayan qızıllar eyni zamanda qiyməti ilə də göz qamaşdırır. Bu üzüyün qiyməti nə qədərdir? O üzüyün qiyməti hal-hazırda 360 manat. Əvvəlki qiyməti nə qədər idi? Əvvəlki qiyməti 300 manat. Ümumiyyətlə qızıl bazarında satış necədir? Qızıl bazarında satış dünya bazarında qiymətin qalxdığına görə hal-hazırda satış aşağı səviyyədədir. 585 əyarlı qızıl bir ay yarım, 2 ay öncə 1 qramı 120 manata satılırdısa, hal-hazırda 125-130 manata qiymətlər dəyişir. Həm zinət əşyası, həm də investisiya kimi ala biləcəyimiz qızılın qiymətinin artması bu bazara mənfi təsir göstərir. Əvvəl hədiyyə kimi ağır çəkili qızıllar alırdım, amma hal-hazırda qızılın qiyməti qalxdığı üçün, yəni maksimum 1 qram yarımlıq qızıl ala bilirəm. Əvvəlkinə baxanda biraz satışımız düşüb aşağı. O da təbii ki, qızılın dünya birjasında qiymətin qalxması ilə əlaqədardır. Amma mart ayında bayramlar çox olduğuna görə biraz artım var. Amma ümumi alverə baxanda zəifdir. Qabaq 585-14 əyarı satırdıq 110-115 manata, bugünkü gün bazarda 125-130 manata məcburuq satmağa. Qabaq alıcı 110 manata bir 3-4 qramlıq hədiyyə alanda onu qane edirdi. Bugünkü gün qızılın qiyməti 130 manat, 135 manat, 125 manat olduğunda onun büdcəsinə təsir. Bu dünya bazarında, dünya birjasına əlaqəlidir. Biz də istəyərdik ki, stabil qalsın, müştərilər daha çox olsun. Adətən beləsinə qiymət oynayanda müştərilər bazarda azalırlar. Bəs dünyada qızılın dəyərinin qalxmasını şərtləndirən əsas iqtisadi amillər hansılardır? Bununla yanaşı inflyasiyanın aşağı düşməsi, iri ölkələrin mərkəzi banklarının faiz dərəcələrinin aşağı salınması da qızılı dəstəkləyici faktor oynayıb. Çünki faiz dərəcələri aşağı salınanda adətən qızılın qiyməti artır. Xüsusən də Çin, Rusiya, Braziliya, Türkiyə, Cənubi Afrika ilə Azərbaycanın özü də rezervlərdə qızılın rolunu artırmağa başladılar. Bu artımdan ən çox faydalananlardan biri də Azərbaycandır. Azərbaycan Neft Fondunun ehtiyatlarının bir hissəsi qızıldadır və təkcə 2024-cü ildə Dövlət Neft Fondu 44 tondan çox qızıl alıb. Lalə Allahverdiyeva, Vahab İmanzadə, Novruz Kazımov, Çinarə Qambayeva, ASTV xəbər.